Və ilk dərsimiz necə olacaq? Proqramda hansı mövzudursa, əvvəlcə müəllim onunla bağlı şagirdlərlə müzakirəli formada dərsin izahını edəcək və həmin mövzu ilə bağlı sonradan testlər işləyəcək, əlavə blok tipli suallar da işləyəcəyik. Sonra ev tapşırığı veriləcək. Və gələn dərsə qədər artıq heç olmazsa dərsə 10-15 dəqiqə qalmış şagird ev tapşırığını həlli ilə göndərməlidir. Və altında səhvlərini, bilmədiklərini, suallarını qeyd etməlidir ki, dərsdə nömrəsi ilə ardıcıl bütün suallar izah olunur və şagirdlərlə müzakirəli formada suallar adətən izah olunur ki, şagird də sualın izahında iştirak etmiş olsun. Və bir də ki, bunu da deyim ki, əvvəl əlbəttə ki, mövzunun sual-cavabı da olacaq. Mütləq qayda yaxşı-yaxşı öyrənilməlidir. Qaydanı bilməsəz, testlərin işlənməsi də problem yaradacaq.